2026-cı il yanvarın 1-dən 7 ildir ki, özəl sektora tətbiq olunan gəlir vergisindən azad olunma güzəştinin müddəti başa çatır. Əvvəlki qanunvericiliyə əsasən özəl sektorda işləyənlərin əmək haqqından 14% gəlir vergisi tutulurdu. Təklif olunan yeni dəyişikliyə əsasən isə gəlir vergisinin mərhələli şəkildə artırılması nəzərdə tutulur. Belə ki, 2500-ə qədər əmək haqları 2026-cı ildə 3% gəlir vergisinə cəlb olunacaq. 2027-ci ildə 5% gəlir vergisinə cəlb olunacaq və 2028-ci ildə isə 7% vergi rejiminə həmin gəlirlərə tətbiq olunacaqdır. Amma 2028-ci ildən sonra isə 10%, yəni 8000 manata qədər, 2500 manatdan 8000 manata qədər olan əmək haqlar 10% gəlir vergisi ilə cəlb olunaraq hesablamalar aparılacaqdır. Millət vəkili bildirdi ki, hökumətin bu addımı həm sahibkarların, həm də özəl sektorda çalışan vətəndaşların gəlirlərinin birdən-birə azalmamasına yönəlib. Vergi rejiminə qayıtması, yumşaq şəkildə həyata keçirilməsi, həm də ki, vətəndaşlara gəlir vergisinin ödənilməsinə başlananda birbaşa 14%lik yükün altına girməməsinə, daha çox verginin hesablanmamasına, yəni əmək haqlarından gəlirlərinin daha çox gəlirlərin verginin hesablanmamasının qarşısını almasına imkan yarayacaqdır. Yəni bu yumşaq yanaşma vətəndaşların, yəni həm gəlirlərində, həm də sahibkarlıq subyektlərində yeni bir adaptasiya dövrünün həyata keçirilməsinə, tətbiqinə əsaslanmışdır. İqtisadçıların fikrincə, gəlir vergisinin mərhələli şəkildə artırılmaqla tətbiqi, özəl sektorda çalışanların pensiya kapitalının daha yaxşı formalaşmasına da imkan yaradacaq. Hökumət 14%-i dərhal tətbiq edə bilərdi, amma vətəndaşın güzəşt müəyyənləşən zamanı pensiya fonduna keçirilən məbləği dəyişmədi. Bunun da vətəndaşa nə xeyri var? Çünki özəl sektorda çalışan insanın maaşından artıq 7% vergi yox, pensiya kapitalına tutulmaqda davam edəcək və bu pensiya kapitalı da biz pensiyaya çıxanda bizim pensiya məbləğimizin daha yüksək formalaşmasına gətirib çıxaracaq. Beləliklə, özəl sektorda çalışanların maaşından tutulmalar 3 il ərzində dövlət sektoru ilə eyni olacaq. 2028-ci ildən sonra isə dövlət sektorunda çalışanlar 14%, özəl sektorda çalışanlar isə 7% gəlir vergisi ödəyəcəklər.